Göyde seyyare uçursa Deməli biz Hövsandayıq. dükkanda da var ha. Bakı kəndlərinə salam olsun. Aleykümselam. Hə Famil, bir dənə Bakı havası. Mənim gözüm üstə. Gözün var olsun. Bugün mən antika bir balıq yeməyi pişirəcəm. Bunun üçün bizə lazımdır. Əlbəttə balıq, qırmızı soğan, nar şərab olacaq. Ardını da görəcəksiniz. Yarım limonu sıxırıq nar şərabın içərisinə. Bir damcı duz. Bunu qəşəng qarışdıraq. İndi rəssamlıq edək. Bu qızarmağında olsun, mən sizə möhtəşəm bir kampaniyadan danışacağım. Obada böyük endirim həftəsi təqaüdçü endirimləri başladı. Hər gün aldığınız ərzaqlar indi daha münasib, daha sərfəli. Tələsin, 20-si 26 noyabr tarixlərində Obada hər kəs üçün endirim var. Təqaüdçü endirimdən mən faydalandım. Siz də faydalanın. Balığımız qızardı. İndi bunu sümükdən ayıraq didək. Bu vaxtı soğanı doğrayaq. Keçək ikinci mərhələyə. Biz burada soğanı qovuracağıq. Yəni öldürəcəyik bir növ. Nar da əlavə edəcəyik. İndi birinci yağımızı əlavə edək. Ərisin. Soğanın vaxtıdır. Burada narın öz yeri var. Nardan istifadə edək. Üstünə tökək soğanın. Həqiqətən bu nar Allahın möcüzəsidir. Duz. İstiot. Nar şərab. Kızardılmış dedilmiş balığı götürək. Getdik ocağa. Balığı bura əlavə edək. Kim necə pişirirsə yaza bilərsiniz. Mən bura öz zövqümə qoz da əlavə edirəm. Xoş olsun. Necədir?